Herkese salam. Bu videomda sizə səhifə 212-də olan tapşırıqların izahını təqdim edəcəyəm. Dərsin izahına keçməzdən öncə qeyd edim ki, şərh bölmələrinə yazırsınız ki, hansı tapşırığı izah edim. Öncədən demək istəyirəm ki, bu hazırladığım videolar mənim hazırlıqda olan uşaqlarıma ev tapşırıqlarını yoxlamaq məqsədi ilə hazırlanmışdır. Yəni mənim əlavə vaxtım yoxdur. Məktəb işi, hazırlıq, mənim heç cürə vaxtım yoxdur əlavə izahlara. Təqdim etdiyim videolar hazırlıq uşaqları üçündür, öz şagirdlərim üçündür. Amma bu videonu YouTube'a yerləşdirirəm, yəni sizinlə paylaşıram ki, bəlkə sizlərə də bir faydası oldu. İkincisi də ki, bu qədər əziyyət çəkməyimə baxmayaraq heç videonu bəyənmə sayda yoxdur. Amma məndən müəyyən istəklər var. Nə bilim, necə izah etməyimi xahiş edirsiniz, nə edirsiniz? Onların heç biri, yəni mənim videom bir halda ki, bəyənilmirsə, yəni əziyyətim qiymətləndirilmirsə, mən əlavə heç bir şey üçün özümü yoran deyiləm. Yəni hazırladığım videolar sizlərə ev tapşırıqlarını yoxlamaq məqsədi daşıyır. 40-a baxaq. 40-da. Birincidə deyir, A parametrinin hansı qiymətində tənliyin yalnız bir kökü. Onda biz bir dənə kökü 0 qəbul edib, burada yerinə qoyaraq yazaq. Yəni tənlikdə yerinə qoyub yazaq. Burada olacaq, deməli, minus 2 bərabər 0. 0'ı qoyuruq yerinə. 0 üstə gəl, A üstə gəl 2, vurulsun 0, üstə gəl, A çıxılsın 2. Yəni burada A modulda həm müsbət ola bilər, həm mənfi. Buna sonra baxacağıq. 0'a vurduq hamısını. Bu da 0. A üstə gəl 2'ni də 0'a vuranda 0 edir. Yerdə qalır modulda A. Minus 2 bərabərdir 0. Bu modulda A bərabərdir 2. Bu A'dan həm mənfi, həm müsbət 2 çıxa bilər. Onda A'nın hansı qiymətdə deyilir? Həm mənfi, həm müsbət 2 qiymətində tənliyin bir kökü, yalnız bir kökü 0 ola bilər. Keçdik növbəti ikinciyə. İkincidə yenə burada da 0 ola bilər. Yerinə qoyuruq yenə. Bu tənlikdə yerinə qoyub 0 yazacağıq. Bərabərdir 0. 0 üstə gəl. A üstə gəl 4 vurulsun 0. Üstə gəl. A çıxılsın 4 bərabərdir 0. Burada 0'dır. Burada hasil də 0'dır. Qalır A çıxılsın 4 bərabərdir 0. Bu da modulda A bərabərdir 4. Bu moduldan da mənfi müsbət 4 çıxır. İndi üçüncüsünə baxaq. Üçüncüsündə bir kökü yenə 0 olar deyir. Onda baxaq. Bərabərdir 0 və burada yerinə qoyuruq 0 üstə gəl. A üstə gəl 6 vur 0. Üstə gəl modulda A çıxılsın 6 bərabərdir 0. Və burada bu da 0 edir. Bu da modulda A çıxılsın 6 bərabərdir 0. Modulda A bərabərdir 6. A bərabərdir mənfi müsbət 6. Əslində yalnız bir kökü dediyi üçün siz bu 6'ları yerinə qoyub, burada A'nın yerinə qoyub. Diskriminant böyükdür 0'ı da hesaplamalısınız. Yəni lazım gələrsə o da hesablanmalıdır, düzdür. Misalın həllini daha uzun edir. Məsələn, müsbət 6 qoysaq yerinə, 6'ın üstünə 6, A'nın yerinə 6 qoymuşam. 6'ın üstünə 6, 12 qız. Burada da 6'dan 6 çıxanda 0 edir. Bərabərdir 0. Burada deməli, əslində heç ehtiyac yoxdur. Baxın, yoxladım birini, heç ehtiyac yoxdur. Diskriminantı 0 etməyə. 0'dan böyük götürməyə ehtiyac yoxdur. Digər kökü də x bərabərdir mənfi 12. Bəli, bir kökü 0'dır. Yalnız bir kökü 0'dır. Digər isə mənfi 12'dir. Hər biri üçün yazıb yoxlaya bilərsiniz. 41'də birincidə nə deyir? Hər iki kökü 0 olar. Hər iki kökü 0 olması üçün diskriminant 0'a bərabər olmalıdır. Və hər iki kökün 0 olması üçün bundan əlavə gəlin birinci misalımızı anlamaq üçün ən birinci yazaq. Birinciyə baxaq. X kvadratı üstə gəl. Hər iki kökün istəyir. Biz hələlik bir dəfə x-ı 0'a qoyaq yerinə. Buradan da 0 çıxacaq. Buradan da qalır. Bayaqki kimidir həll. A 8. Modulda A'dan mənfi müsbət 8 çıxacaq. Və
Hər ikisi 0 dediyinə görə yadınızda belə deyək də, hər ikisini 0 istədiyinə görə bu a-nı yerinə qoyanda a-nın ifadəsini. Deməli, x kvadratı 8-in üstünə 8, 16x və a-da 8-dən 8 çıxanda 0. Tənliyimiz görürsünüz bu şəklə gəlir. Amma burada ifadənin bir kökü 0-dır. Digər x bərabərdir -16 alınır. Deməli, biz elə eləməliyik ki, bir dənə hər iki kökü 0 olması üçün deməli bunun içi də, yəni a üstə gəl 8 özü də 0-a bərabər olmalıdır ki, x 0-dan başqa qiymət ala bilməsin. Bunda belə çıxır ki, a müsbət 8-i yox, a -8 almalıdır. Müsbət 8 kənar kökdür. Yəni müsbət 8 qoyanda bu kənar kökdür. Bu müsbət 8 qoyanda burada ifadə 0 olmaz axı. -8-dən 0-a çevrilər və x-in nə qiyməti olur olsun, cavab, yəni hər iki kökdə 0 olacaq. Deməli, a-nın -8 qiymətində. Bundan əvvəlki misal kimi deyil. Sadəcə kökləri də araşdırmaq lazımdır. Alınan a-nı daha doğrusu sonda araşdırmaq lazımdır. Sonra burada da eyni misaldır. Hər iki kökü. Yenə sıfırları qoyuruq 0. Buradan da 0 çıxır. Qalır modulda a çıxılsın 3 bərabərdir 0. Modulda a bərabərdir 3. A bərabərdir -3. Amma biz yenə dediyimiz kimi hər iki kök dediyinə görə burada ifadədə 0 olsa daha yaxşı olar. Ona görə də -3-ü götürə bilərik. Müsbət 3 yox. A-nın -3 qiymətində. Üçüncüdə hər iki kök deyir. Yenə sıfırları qoyuruq. X kvadratda 0-a gedir. A üstə gəl 2 vurulsun 0-da 0 edir. Qalır modulda a çıxılsın 2 bərabərdir 0. Modulda a bərabərdir 2. A bərabərdir -2. Yenə müsbət 2 qoyanda bura 0 olmur. Yəni kökün biri 4 olacaq. -4 olacaq. Digəri 0. Amma bizə lazımdır ki, ortada x da 0 eləyək. X yalnız 0 qiymətini alsın. Onda belə eləyəcək. Yəni x kvadratı bərabər 0 alınacaq da sonda. X nə olur olsun 0-dır. Hər iki kökü. Onda belə eləyəcək. A üstə gəl 2-ni 0-a çevirən qiymət lazımdır. O da a bərabərdir -2. Yəni burada əsas bizə alınan -2-dir. Yəni buradan. Müsbət 2 deyil. Kök. İfadəni ödəyən yəni -2-dir. Müsbət 2 deyil. 42-də bir kökü digər kökündən 6 vahid böyükdür. Tənliyin hər iki kökünü və kök əmsalını tapın. Biz bilirik ki, Viyot teoremində necədir? A1 üstə gəl A2. Yəni burada A1 verildiyi üçün biz x də eləyə bilərdik onu. Mənfi Viyot teoreminə görə -b bölünsün. İndi burada tənliyimizin əvvəlin A adlandıra bilmirik. Yenə yazaq. Yaxşı, x1, x2 ilə yazaq. Qarışıqlıq olur belə. Digər köklərin hasili isə c bölünsün adı. İndi baxın, burada b-nin yerində -14 durub, x-ların yerində a-lar durub. Belə çıxır ki, a1 üstə gəl a2, -14 bunun qarşısında 1-dir də. Yəni ədəd yoxdur, a kvadratın qarşısında 1 sayılır. -14-ü 1-ə böləndə elə qalır -14. Bunun da əksi götürülməlidir, olur müsbət 14. Sonra deyir ki, köklər cəmi müsbət 14-dür. Biri digərindən 6 vahid böyükdür. Biri A1-dirsə, digəri A1 üstə gəl 6-dır. 2A1 bərabərdir 14 çıxılsın 6. 2A1 bərabərdir 8. Və burada A1 bərabərdir 8-i 2-yə bölük 4. 4-lü tənliyin hər iki kökünü, yəni bir kökün tapmışıq 4. Digəri nə olar? Baxın, 4-dən neçəni cəm deyəndə 14 olar. Digəri isə olacaq 10. Eləmi? Burada ifadəyə görə. Q nəyə bərabər idi? Q bunların hasili idi də, yəni köklərin hasili. Onda Q'miz də olacaq 4 vur 10, 40. Q'miz də 40 qiymət alır. Sonra baxırıq ikinciyə. İkincidə nə deyilir? İkincidə deyilir ki, x yenə ifadə x2 verilib 2x1, yəni 2 dəfə böyükdür biri digərindən. P-ni tapın. Bizdə burada yalnız hasil var. Fikir verirsiniz. Yəni x1 vurulsun x2 var. 18. x2 2x1-dirsə, bunu elə 2x1 kimi yazırıq. 18.
Burada 2x1'in kvadratı bərabərdir 18. 1 kvadrat 18 2-yə böləndə 9. X bərabərdir mənfi müsbət 3 və mənfi müsbət 3-dürsə, deməli, hər iki bu x1-in aldığı qiymətdir. Mənfi müsbət 3. Deməli, müsbət 3 alanda, x1-imiz müsbət 3 alanda, x1 vurulsun x2 18 deyildi. x2-miz neçə alacaq? 3-ünü 6-ya vuranda 18 eləyir də. x1-imiz mənfi 3 alanda, x2-miz mənfi 3-ü mənfi 6-ya vursaq 18 eləyər. Mənfi 6 alacaq. Və burada şərt də qoyur ki, hansı kök istəyir? Hər ikisinin sıfırdan böyük olan. Onda biz bu tapdığımız bu ifadə bizə lazım deyil. Bunları kök kimi götür. Çünki sıfırdan böyük qiymətləri burada alır. Və P-ni də istədiyin Q-nü tapın. Q də, yox Q deyil ki, ikinciyə baxırdıq. P-ni tapın. P isə o köklər cəmidir. Amma əks işarə ilə, yəni mənfisi ilə götürəcəyik. 3-dən 6-nı cəmləyəcəyik. Mənfi 9. Bu da P-nin qiyməti. Yaxşı, hamısını tapdıq. Burada indi keçək 3-cüyə baxaq. 3-cüdə deyir, x kvadratı çıxılsın px üstə gəl 12 bərabərdir 0 tənliyində. Yenə x2 bərabərdir 3x1 olarsa tənliyin hər iki kökünü və p-ni tapın. Yenə p-ni istəyir, amma şərt də yenə var ki, x1, x2 sıfırdan böyük olsun. Yenə baxırıq, x1 vurulsun x2, 12-dirsə, x1-in yerinə x1-in özü, x2-in yerinə 3x1 bərabərdir 12, 3x1 kvadratı bərabərdir 12, x1 kvadratı və 12-ni 3-ə böləndə 4. x1 mənfi müsbət 2 alır, amma bizə mənfi 2 lazım deyil. Çünki şərtdə müsbət olanı istəyir. Müsbət 2-dirsə, bunların hasili 12 idisə əgər, 2-ni neçəyə vuranda 12 eləyir? 6-ya. Deməli, x2 də 6-dır. P nədir? P isə köklər cəmi olduğuna görə, amma əks işarə ilə. Yəni, əks işarə mənfi ilə götürəcəyik. Mənfi ilə 2 üstə gəl 6, o da edir mənfi 8. Bu da P-nin qiymətidir. 3-cü bu qədər. Keçirik 4-cüyə. 4-cüdə. 4-cüdə deyir ki, x2 kvadratı yenə x köklər bir-birinə bərabərdir. Cəm 4-dür. Demək, 2 dənə eyni ədədin cəmi 4-dür də. Bu aydındır ki, x1 2-dir, x2 də 2-dir. Bir-birinə bərabərdir. Bunu buradan tapmağa nə var? Q nəyə bərabərdir? Hasilinə. Bir dəqiqə mənfi 4 olmalıydı. 2 dənə mənfi 2-in cəmidir. Bir-birinə vuranda mənfi 2-ni də mənfi 2-yə vuranda 4 olur. Burada isə 4. 5-cidə. 5-cini belə tapacağıq. Deyir ki, 45-cidə bir kök digərindən 7 vahid böyük olarsa cəmi mənfi 9-dur. Biri digərinə 1x1 isə x2 məsələn x1 üstə gəl 7-dir. 7 vahid böyük deyir. Onda 2x1 bərabər 9-dan mənfi 9-dan 7 çıxanda mənfi 16. x1 bərabərdir mənfi 8. x2 nəyə bərabərdir? Cəmi mənfi 9-dursa, mənfi 9-dan mənfi 8 çıxanda mənfi 1. Və Q-nü tapın. Q bunların hasilidirsə, mənfi 8 vur, mənfi 1 bərabərdir 8 də Q-nün qiymətidir. Bu 5. İndi 6-ya baxaq. 6-da görək nə deyir? Deyir, tənliyində köklərindən biri digərindən bir vahid böyük olarsa. Burada hasil var. Cəm yoxdur. Yəni, x1 vurulsun, x2 var. 6. Biri digərindən bir vahid böyükdür. Tak x2, x1-dən bir vahid böyükdür. Onda x1 kvadratı üstə gəl x1 çıxılsın 6 bərabərdir 0 tənliyinə görə. 1 üstə gəl 4 vurulsun 6, 25. x1, x2 bərabərdir. Burada şərt var axı, müsbət qiymətlərini istəyir. Mənfi çıxsa müsbətini götürəcəyik. Deməli, mənfi 1 üstə gəl 25-dən 5 çıxır, bölünsün 2. Burada x1 alınır. Mənfi 1-dən mənfi 5 olacaq. Mənfi 6-nı 3-ə böləndə mənfi 3. Amma bizə mənfi kökü lazım deyil. Bizdən müsbət istəyir.
Mənfi 1-dən 5 4-dür. 4-ü 2-yə bölünür. 2-ni götürəcəyik. X2-də nə olacaq? X2-də o olacaq ki, hasil 6-dırsa, X1 2-dirsə, X2-də 3-dür. 3-ü 2-yə vuranda 6 eləyir. P isə bunların cəmidir. Əks işarə ilə. Oradan usta mənfidir. Deməli 5. P-miz də 5-dir qiyməti. Sonra davam edirik. Yox, qutarmamışıq. Mən 6-nı yazacaqdım, 7 yazdım. Necə oldu? Bir dəqiqə qarışdırdım. Ekranda səhvmi gördüm? 6 P-ni 6-nı yazmışam. Hə, mən 6-nı yazmışam. İndi 7-ni yazacağam. Deməli davam edirik. Görək 7-də nə istəyir? 7-də deyir ki, yenə köklər bərabər olarsa. Hasil 9-dur. 2 bərabər ədədin hasili 9-sa, aydındır ki, burada X1 3-dür. X2-də 3-dür. P də cəm olduğuna görə, həm də mənfi olduğuna görə daha mənfi qoymuruq qarşısına. Usta burada mənfidir. 3 üstə gəl 3 bərabərdir 6. Bu da P-nin qiyməti. İndi 8-ciyə baxaq. 8-cidə biri digərinə 8 vahid böyük olarsa, cəm mənfinin əksi, yox, mənfisi götürülürdü. Yəni əksi götürülürdü. Mənfi 12 olur, müsbət 12. Biri digərinə, məsələn, X2, tutaq ki, X1-dən 8 vahid böyükdür. Onda burada 2x1 bərabərdir 12 çıxılsın 8. X1 bərabər 4-ü 2-yə böləndə 2. Bunların cəmi 12-dirsə, onda X2-də nədir? 2 ilə onun cəmi 12-dir də, 10. Q də nə idi? Bunların hasili, köklərin hasili 2 vurulsun 10, 20. Bu da uşaqlar 42 nömrəli tapşırığın həlli. Yerdə qaldı 43, 44 və 45. Bunu da növbəti videomda sizlərə təqdim edəcəm.